Ayrı düştük, aylar öttü, il oldu. Eşkim sensiz bir çağlar. Şənay xanımın gözü zəif görür, həmin gözü. Çünki uşaqlıqdan bəri tənbəllik var. Çox geniş bir bucaqlı xarici çəpliyi var. Xarici çəplik artıq bu yaşda ancaq kosmetik problemdir. Başqa problemləri də var deyə. Biraz nevroloji, biraz özünün həyəcanlı xarakteri. Bu çəplik çox ciddi ona bir kompleks yaradır. İnşallah ki bu kompleksdən tamamən azad edəcək. Nəticəni inşallah sabahı belə görəcək. Bir aya qızartılar çəkildikcə gözü düpbədüz olacaq. Niçin seni bəs onu da bilmirəm, niçin seni bəs onu da bilmirəm, onu da bilmirəm. Niçin seni bəs onu da bilmirəm, niçin seni bəs onu da bilmirəm. Çox qəşəng keçdi, siz şahidi oldunuz, 10 dəqiqə əməliyyatımız çəkdi. Bir gözdə 2 əzələni düzəltdi. Çox qəşəng olacaq, siz də bəyənəcəksiniz, biz də. Şükür Allah'ın, fiziologlarımız burada, hər cür şəraitimiz yüksək səviyyədə nəticələndi. Şanay dediyim kimi Kəpəz hospitalda əməliyyat olunub. Anası buradadır, qalxacağın yanına. Əvvəla fikirlərini öyrənək. Nə düşünürsən, necəsən? Çox təşəkkür eləyirəm sənə, həkimlərə. Allah uzun ömür, can sağlıq arzulayıram sənə. Sən mənim əzizimsən, iki gözümsən. Allah həkimin də canı sağ eləsin. Şanay üçün həm də iki mühüm xəbərimiz də olacaq ki, bunu da danışacağıq. Ona da psixologumuza da təşəkkür edirəm ki, çox belə yaxşı, həssas yer gəlmişkən buradan çıxandan sonra psixoloqun yanına hələ 13 dəfə gedəcəksiniz. Yəni Bakıya gələndə, telefonla, bax bunlar seansların hamısı qeydə alınacaq. Ödəniş biz tərəfimizdən olur. Bahar bir çiçəyə ruh gətirir, hər qəlbə, hər ürəyə. Mən çatıram min arzuya, diləyə, diləyə. Və Şanay da oradadır. Şanay, təbrik edirəm səni. Xoş gördük. Necəsən? Çıxartma əlini. Eləmə, öpmə. Necəsən? Şükür Necə deyirlər, gözün aydın. Sağ ol. Necə keçdi əməliyyat? Biraz qorxa keçirdik. O olur, hamımızda olur. Sizə çoxlu təşəkkürlər edirəm. Əlləriniz, qollarınız var olsun.